Bu yaxınlarda var idi, çıxmışdı. Bəzi adamlar var cəmiyyətin içində. Cəmiyyətin içində belə ürək bulandıran, üzr istəyirəm ifadəmə görə ünsürlər var. Özü də iddia eləyir ki, siz niyə Hüseynə ağlayırsınız? Siz Polad Həşimova ağlayın, siz mübarizə ağlayın. Başlayır siz bir filan şəhidə ağlayın. Neyniyir? 2 dənə dəyəri bir-birindən üz-üzə qoyur. Neyniyir? Mənim dəyərim olan mənim şəhidimi, mənim mübarizimi, mənim ciyərparəmi, mənim Hüseynimlə üz-üzə qoymaq istəyir. O mübariz ki, yazır, mən Hüseynin nəvəsiyəm, mən bu haqsızlığa dözə bilmərəm. Allahümmə salli ala Muhammed, ali Muhammed. O mübarizi istəyir üz-üzə qoysun, o Poladı istəyir üz-üzə qoysun, o Fəridi istəyir üz-üzə qoysun, o 3000 şəhidi və ondan qabaq olan şəhidlərimizi istəyir ki, Hüseynlə üz-üzə qoysun. Halbuki bunlar sinələrinə döyə-döyə meydana gedirdilər. Bunlar İmam Hüseyn eşqi ilə gedib vuruşurdular, İslami düşüncə ilə gedirdilər, vuruşurdular. Bunlar deyir, onda birazdan sən mənə deyəcəksən ki, əgər bu ərəbdirsə, bunun babası da ərəbdir, sənə kitab gətirən də bunun babasıdır. Demək, sən Quran qəbul eləməmsən, ay məlun. Sən aldadırsan, sən gizlədirsən, sabah da deyəcəksən ki, nədir? Bu nədir? Ərəbin gətirdiyi Quranı niyə qəbul eləməliyik ki biz? Hüseynin babası deyil bu Quranı gətirən. Bu şəriəti gətirən Hüseynin babası deyil. Bu şəriəti davam elətdirib bizə çatdıran, bunu mühafizəsində dayanan İmam Hüseyn deyil. Baxın, əzizlər, bu düşüncələr hər bir zamanda olub, hər bir zamanda olacaq, qiyamətə qədər də onlar olacaqlar. Və onlar bu karvana daş atacaqlar, bu həmişə olub, yenə də olacaq, qiyamətə qədər də olacaq. Sənin ürəyin buz kimi olsun. Sənin ürəyin buz kimi olsun ki, sənin Hüseynin 1500 ilə yaxındır yaşayır, 1400 il keçib yaşayır.